Salam, hər vaxtınız xeyir. OTK-nın 26 oktyabr 2025-ci ildə qrup fənləri üzrə, yəni blok imtahanında 11-ci sinif 3-cü qrup Azərbaycan dili sualları OTK-nın həmin sualların izahını verməyə çalışacağıq. Test 1-də nə deyir? Dəvətnamə sözündəki saitlərin əsasında nə eləyin? Eyler-Venn diaqramına uyğun fikirləri müəyyən edin. Birinci sait, üçüncü sait. Birinci sait dəvətnamədə ədir, üçüncü sait isə ad. A. Deməli, açıq saitdir, bəli, əd açıqdır, ad açıqdır. Ona görə birlər avtomatik harda olmalıdır? Ortada getdi. İncə dodaqlanmayan saitdir. Bu ə incədir, 2 doğrudur, doğru fikir, doğru yer. Uzun sait hər ikisində dəvətnamə. Hər ikisində uzanır. 2, 3. Qarışıq olmayan cingiltili samitin olduğu hecadadır. Namədəki na, bəli, qarışıq olmayan cingiltili samitin olduğu hecada, amma dəvətdə belə deyil də, dəd. Burada cingiltili samit, qarışıq olmayan yox, qarışıq olandır. Dodaqlanmayan qalın saitdir, A saiti. Yəni burada biz söhbət edirik, danışırıq nədən? Ədən və A-dan. A qalındır, dodaqlanmayandır, fikir olaraq doğrudur. Maneəsiz səsdir, bu da ortada olmalıdır. 2, 3, 5, doğru cavab C variantı. Nömrələnmiş hansı söz kontekstə uyğun nümunə ilə əvəz edilə bilməz? Dünən gözlüyümü götürüb gözümə taxdım, ancaq yenə gözlüyümü götürüb gözümə taxdım, ancaq yenə də kəlməni çətinliklə oxuya bildim. Dünənin yerinə bir nədir? Keçən gün olar. 2. Gözlüyümü, eynəyimi olar, yəni bu olar. 3. Götürüb əlimə alıb olar. 4. Kəlməni sözü olar. Oxuya bildim, ifa edə bildim, bu olmaz. 2-də deməli doğru cavab E variantı. Hansı? Deməli nə istəyir? 3. Yalnız leks mənası olan sözlərdən ibarətdir. Də vardısa köməkçidir, isə köməkçidir. Sonra vaxt kimidir, qoşmadır. Bir çox uğursuzluqla qarşılaşmış olsaq da var. Öz işığına güvənən, başqasının parlamasından narahat olmaz. Deməli nədir? E variantı. Burada A-da dedik, da-dədir. Ədalət də mərhəmətdən üstənir. Bağlayıcı, sonra isə dedik, da düzdür. Sonra, hansı sözdə ki, əvəzlənməsinin olmadığını dəqiq müəyyən etmək olur? Yəni, burada dəqiq müəyyən etmək olur. Mələk sözün, məsələn, dəqiq əvəzlənməsinin olmadığını dəqiq müəyyən etmək olur. Mələk üstəgəl, yəni k-dır, sait gəlib çevrilir, mələkə. Bir də var, kaş mələk, arzu kimi. Yəni, olmadığını, k-yə əvəzlənməsini dəqiq burada deyə bilmədik. Dəliyə, dəli ki ola bilər, k-yə çevrilə bilər. Bir də ki, dəli adama dəliyə. Artıq orada y nədir? Deməli, y bitişdiricidir. Sonra bələk. Bələk sözün olar ki, bələyə. Düzdürmü? Yəni, kaş bələyə. Burada, daha doğrusu bələk üstə ələ, ki, y-ya çevrilir. Bir də ki, bələmək feilinə arzu artırlar bələyə. Y bitişdiricidir. Külək olar. Burada avtomatik külək, ki, deməli, y-ya çevrilib. Dələyə sözün, deməli, bunu k-yə əvəzlənməyib. Bir də birbaşa burada sözün kökü dələdir. Y-da nədir? Bitişdiricidir. Doğru cavab nədir? E variantı. Söz, deməli, altında qalmaq frazoya birləşməsinin mənasını müəyyən edin. Söz altında qalmaq frazoya birləşməsinin mənası dilə tutmaq deyil. Deyilənin qalmamaq. Daha doğrusu söz altında qalmamaq. Deyiləni cavabsız qoymamaq. Doğru cavab B variantı. Digər variantlara baxmağa ehtiyac yoxdur. Sonra 6-ya baxaq. Hansı frazeoloji birləşmələr bir-birinin əks mənalıdır? Ayağa qalxmaq, ayağa döşənmək, əkslik bir şey yoxdur burada. Deməli, təmizləyək. Deyil. Başa vurmaq, başına qalxmaq əks deyil, yaxın mənadır. Ürəyi getmək, zəhləsi getmək,
Ürəyə getmək, zəhləsi getmək. Hə, ürəyə getmək, zəhləsi getmək olar. Niyə? Ürəyə getmək xoşlamaq mənasında ola bilər. Zəhləsi getmək isə bilirik də, xoşu gəlməmək. Deməli, elə doğru cavab C-dir. Əbədi yuxuya getmək, gözündən yuxu olmamaq. Əbədi yuxuya getmək, belə deyək də, dünyasını dəyişmək, ölmək mənasını ifadə edir. Yola düşmək, yola gəlmək xeyr. Cavab nə idi? Deməli, C variantı. Sonra digərə baxırıq, 6-nı dedik, 7. Amonimliyi olan söz nə istəyir bizdən? Cədvələ uyğun olmayan bəndi müəyyən edin. Hə, cədvələ uyğun olmayan. Deməli, baxırıq, nə deyir? Amma göyərmək məna taylarını verir. Bir, cücərmək mənasında müəyyən təsir nəticəsində göyrək almaq. Yəni, zədələnmək, göyərmək. Bir budur, bir də nəyinsə göyərmək. Deməli, bir doğrudur. Bir fikir olaraq, deməli, nədir? Doğrudur. Bir doğrudur. İnci bir mirvaridir, bir də küsməkdir. Doğrudur, küsmək mənası da var. İncinin mirvari mənası. Keçinmək, ölmək, dolanmaq. Bir cür bitər, keçinir, dolanır. Bir də ki, keçindi, öldü. Kürü, balığın ərzaq məhsulu kimi işlənən dənşəkilli yumurtacıqlarından ibarət kütlə. Doğrudur. Kürək ilə təmizləmək, kürümək. Bu da doğrudur. Qatır, əlavə etmək. Qatır heyvan cinsi ola bilər. Amma qatır feil də ola bilər, amma qatır feil olanda bunun başlanğıc forması oldu qat. Kökü isə qatdı, qatırdı. Feil kimi. İsim kimi qatırdı, feil kimi qatdı. Kökləri eynidir, başlanğıc formaları, daha doğrusu başlanğıc formaları bunların nədir? Fərqlidir, kökləri də fərqlidir. Yəni 5-dəki qatır amonim deyil. Doğru cavab nədir? B variantı. Daha doğrusu 7-də, 5-də deyirəm. Hə, yəni 5 səhvdir də. Sonra digərlərinə baxırıq. 8. 8-də nə istəyir? Orfoqrafik səhv saytla bağlıdır. Doğru fikir istəyir bizdən. Orfoqrafik deməli səhv saytla bağlıdır. Doğru fikir. Deməli baxırıq. Saytla bağlıdır. Əjdaha deyil, daha əjdahadır. 8 doğrudur. Sonra orfoqrafik səhv samitlə bağlıdır. Emblem deyil, emblemdir. Deməli, 1-dir. Bizdən nə istəyir? Doğru fikirlərə 1-dir, 3-dür. Dedektiv, orfoqrafik səhv samitlə bağlıdır. Hə, orfoqrafik səhv yoxdur. Burada gərəksizdir. Buna da baxaq. Bir də ki, həya deyil, həyadır. Orfoqrafik səhv vardır. Deməli, orfoqrafik səhv samitlə bağlıdır. 2, 3, 4 deməli, emblem, daha doğrusu 1, 3, 4 B variantı. Dedektivdə də detektivdir, T-dır. Gərəksiz və həyəcan isə nə idi? Hər ikisində səhv var idi. Niyə? Çünki 2 olmalıdır. Bu da ki, həya deyil, həyəcandır. Hansı ümumi cümlədə sözün yazılışında səhvə yol verilib? Döyüşə gedən oğullar sağ qayıtdılar, doğrudur. Küçəyə asfalt döşənmişdir, doğrudur. Çəmənlikdə kəpənəklər hər çiçəyə qonurdu, doğrudur. Onlar bu kənddən sözündə, deməli problem nədir? T olmalı deyildi, nə olmalıdır? Ona görə doğru cavab nədir? D variantı. Hansı nümunədəki sözdəki eyni cinsli samitlərdən biri yazılmasa, yeni leksik mənalı söz formalaşmaz. Deməli, bir yazılmasa hiss sildi, qaldı, hiss oldu, nə? Tüstü. Sonra samit qurultay filan, amma samit olanda bilirik də, səs. Kassa, bir də var kasa. S-nı silsək, olacaq kasa. Kasadan bildiyimiz belə deyək də, yemək üçün bir əşya. Amma kassa başqa şeydir. Yəni, deməli nə deyil? Eyni cinsli samitlərdən biri yazılmasa, biri yazılmadı. Yeni leksik mənalı söz formalaşmaz, formalaşdı. Samitdə oldu, m-ın birini yazmadı, samit səs formalaşdı. Hissədə tüstü. Kül sözündə də kül, yəni nədir? Çoxluqdur. Tək kül olanda isə, yəni tozun, torpağın, torpağın külündən, tozundan söhbət gedir, formalaşır. Bəlli sözündə isə bəlli sözündə. L-ın birini yazmasaq qalacaq nə? Bəli. Bəli olacaq. Bəli isə leksik məna ifadə eləməyəcək də. Köməkçinin hissəsi də ədatdır, təsdiq ədatıdır və leksik məna ifadə etməli. Deməli, doğru cavab nə qaldı burada? Doğru cavab qaldı D variantı.
Homonimli olmayan frazoid birləşməni müəyyən edin. Ürəyi yanmaq, bir suslamaq, bir də ki, yazıqlığı gəlmək. Əldən çıxarmaq, bir işi qurtarmaq, bir də ki, hansısa fürsəti, məqamı əldən çıxartdın. Dil açmaq, bir belə deyək də, üstünə dil açmaq, danışmaq mənasında. Bir də ki, kiminsə üzünə ağ olmaq, üzünə qayıtmaqdır və yaxud cavab qaytarmaq o mənada. Dilindən çıxmaq, dilimdən çıxdı. Bir bilmədim, nəsə istəməzdim belə deyəm, dilimdən çıxdı o mənada. Bir də ki, kiməsə nəyisə söz vermək mənasında. Artıq deyil dilimdən çıxıb da eləməliyəm bu mənada. Ələ baxmaq isə homonimli deməli yoxdur, B variantı. Hər iki xüsusiyyətin aid olduğu sözü müəyyən edin. Ahəng qanununa tabe deyil, uzun saitin olduğu hecada samitin yazışı ilə tələffüzü fərqlənir. Zəncirvari A uzanır, qiraətxanada elə bir şey yoxdur. Kooperativdə ümumiyyətlə kooperativdə uzanma yoxdur. Lətafət, burada lətafət A uzanır. Uzun saitin olduğu hecada samitin yazışı ilə tələffüzü fərqlənir. Lətafətdi. Əslində uzun sait olduğu heca yox, lətafətdi. L-dıya çevrilir buradadır, amma istedad sözündə deməli uzun saitin olduğu ahəng qanunu hər birində pozulub, istedadda da pozulub, doğrudur. Uzun saitin olduğu hecadakı samitin yazılışı ilə tələffüzü fərqlənir. İstedad yazılır, nə deyilir? Bax, istedad. Üstəgəldə nə oldu? Uzun saitin olduğu hecada samitin yazılışı ilə tələffüz fərqləndi. Deməli, t nəyə çevrilir? D-yə doğru cavab D variantı. Sonra digərlərinə baxaq. Deməli, 12 dedik, 13. Hansı nümunədə isim yoxdur? İsim yoxdur deyirsə, ağıllı sifətdir, ağıllılar sifətdir, istedadlı sifətdir. Sonra oxuduğunu əməl etməyən alim sifət, deməli, nə istəyir bizdən? Bir dəqiqə isim yoxdur. Sifətə niyə baxırıq? Burada iş var, daha doğrusu. Dövlətli var, isimdir. Sonra alim isimdir. Yalnız ağılsızlar qalsın bu. Dünya isimdir. Nə qalır? Yalnız ədatdır, ağılsız sifətdir. Hər kəs əvəzlidir, tərifləyir, feildir və ya bağlayıcıdır. Hər kəs əvəzlidir, qınayır, feildir. Doğru cavab D variantı. Sonra digər testə baxağın. Nə deyir? 14. Hansı ismin sualı digərindən fərqlənir? İştirakçı kim? Düzdürmü? İştirakçı kim? Jurnalist kim? Məsləkdaş kim? Ədəbiyyatşünas kim? Kapitalizm nə? Deməli, doğru cavab E variantı. Sonra digər testə baxağın. Hansı cümlədə bütün isimlər konkretdir? Arzu və inam, deməli, arzu mücərrəddir, göründüyü kimi bunu çıxdıq. Sonra gözəl düşüncə mücərrəddir. Ağıl köhnəlməyən geyimdir, bilik tükənməyən mədinədir. Burada deməli deməli ağıl köhnəlməyən geyimdir. Burada mücərrəd var da. İstək olmasa heç kəs uğur qazana bilməz. Deməli burada da istək olmasa heç kəs uğur qazana bilməz. Vüsal traktoru məktəbin təzə binası ilə üzbəüz saxlamışdı. Vüsal traktor, məktəb, sonra bina, hamısı nədir? İsimlər nədir? Konkret. Doğru cavab E variantı. 15, sonra keçən 16-cı testdə 16-da deyil, hər üç xüsusiyyətin aid olduğu sözü müəyyən edin. 2 açıq sait fərqli tələffüz olunur. Düzdürmü? Ahəng qanununa tabe olmur. Samitlərin yazışı ilə tələffüz fərqlənmir. Deməli, 2 açıq sait. Qara dinməz, fərqli tələffüz edilir, xeyr. Burada belə şey yoxdur. Sonra, deməli, A deyil də, belə deyək. A deyil. Sonra, oxşayanları ikisi yox, bir açıq sait olur. Odur. Politoloqdur, yenə A-dır, bir dənədir. Monitoring da adı, amma monopoliya ikisində də nə oldu? A oldu, düzdür. Ahəng qanununa tabe olmur, o, i, düzdür. Samitlərin yazısı ilə tələffüz fərqlənmir, doğru. Cavab nədir? Doğru cavab E variantı. Sonra 17-ci test.
Nümunədə x samiti q kimi yazılmalıdır. X samiti. Hə. Deməli, əlvan x samiti q kimi yazılmalıdır. Əlvanlıq, almanax. Bu almanaxda x-dır. Düzdür, getdi. Çarmıx, düzdür. Metlaq x-dır. Gözü tox x-dır. Əlvanlıq yazılır, əlvanlıq deyilir A variant. Tərkibində eyni cinsli, cingiltili samitləri tələffüz edilən sözlər sırasını eyni cinsli deməli nə? Edilən sözlər sırası müəyyən edin. Əsaslan, burada m-dır, əsaslanmaq. Əvvəlada düzdür, əyilməz. Burada artıq olmadı. Eyni cinsli cingilti samit olsun. Sonra sütunlu n-dır. Şaq k-dır, şaqqanaqdır. Bu birisi nə idi? Şaqqanaq. Şallaq yox. Şallaqla sütunlu olar, şaqqanaq olmaz. Hiddətlə d-lar yerindədir. Oğurluqda r-ya çevrildi. Onluqda da nə oldu? Onluq. Deməli, bax, hiddətlə oğurluq, onluq. Deməli, r-lar, n-lar, bir də ki, nə var? Hiddətlə. Doğru cavab C variantı. Tərkibində qarışıq olmayan samitlərdən yalnız ikisinin işləndiyi sözü müəyyən edin. Kollegial 1, 2, 3-dür. Nurlanmaq 1, 2, 3, 4, 5-dir. Dayanmaz. Hə, bu necə tələffüz olunur? Dayanmaz. N-ya çevrildi. Olar bu dərhalda 1, 2, daha doğrusu 2, 3. Eksperimentdə 1, 2, 3. R-M-N. Deməli, nədir? C variantı. Sonra digərlərinə baxağın. 19-u da izah etdi. 20. Tərkibində D samitin kar qarşılığı D samitinin kar qarşılığı nədir? T-dır, təbii ki. D samitinin kar qarşılığı T-dır. D samiti təbii ki T-dır. İmdadda T-dır. T samiti D olacaq. Düzdür. İştirakdır, istəkdir, iştahadır. Deməli, nə qaldı? İmdaddır. Samitində kar qarşılığı T-dır. Doğru cavab B variantı. Sonra digərlərinə baxaq. 21. Hansı növdə sözlər bir-birinin antonimidir? Yaşlı, qoca. Yaşlı ilə qoca əslində bir-birinə münasibətdə sinonim kimi götürmək olar. O deyil. Düzdürmü? Deyil. Yaşlı, qoca deyil. Uşaq yaşlı qalsın. Deməli, uşaq isimdir daha doğrusu. Yaşlı sifətdə olmaz. Qarı cavan, qarı isimdir, cavan sifətdir. Qarımaq, qocalmaq yaxın mənalıdır. Körpə yaşlı, körpə də sifətdir. Yaşlı da bir-birinə nə istəyir? Antonim ola bilər. Sonra digərlərinə baxaq. Hansı bənddə fərqləndirilmiş sözün kontekstə uyğun leks mənasının şərhi mötərizə daxilində səhv verilib. Fövqəladə qeyri-adi doğrudur. Düzdür. Fövqəladə qeyri-adidir. Bikar, məşğuliyyətsiz doğrudur. Bais, səbəbkar doğrudur. Billur, saf doğrudur. Yəni, əvəz edə bilər. İşlənmişdir. Rişxəndlə sevinclə olmaz. Rişxənd nəyəsə, rişxənd kinayədir, sevinç. Yəni, cümlə daxilində əvəz etmək olmaz. E variantı. Tələffüz formasında verilmiş hansı sözün yazılışını və ümumi qrammatik mənasını müxtəlif cür izah etmək olar. Təbii ki, bu qaya sözü olmaz. Açdı sözü bir, belə deyim də, açdı feili. Bir də yazılar nə? Açdır yazılar. Nə deyilər? Açdı deyilər. Açdır, açdı. Deməli, yazılışını və ümumi qrammatik mənasını yazılışını iki cür düşündüm. Açdı feil kimi düşündüm. Açdır isim yazdım, açdı ismi dedim. Deməli, qrammatik mənasını iki cür düşünə bilərəm. Sonra bu dadlı feil, dadlını nə götürə bilərəm? Dadlı, feilin tələffüzü dadmaq. Sonra dadlı yazılar nə deyilər? Dadlı, sifəti nə deyilər? Dadlı ismi deyilər. Dadlı sifəti, dadlı sifətinin tələffüzü ola bilər. Bir də daddır yazılıb, daddır. Hətta bunu üç cür düşünmək olar. Daddır yazılıb, dediyi kimi daddır. Yaxşı daddır. Məsələn, nədir daddır? Yazılıb demək olar. Yəni, ümumi qrammatik mənasını müxtəlif cür izah etmək olar? Olar. Deməli, bunu da olar. Sonra boya sözündə
belə deyək də olmur, bu alınmır. Sonra baldı sözün yalnız isim kimi düşünərəm. Aldı sözün bir buradakı aldı niyetli feil. Bir də məsələn nə yazarıq? Aldır, qırmızıdır. Yazılar nə deyirlər? Aldı deyirlər. Deməli aldır. Məsəl üçün bu rəng aldır. Necədir? Qırmızıdır. Hə, bunu aldır rəng mənasında sifətin tələffüzü aldı kimi ola bilər. Sonra aldı feil kimi, düzdürmü? Müxtəlif cür izah etmək olar ümumi qrammatik mənasını, həm sifət, həm də feil kimi. Sonra açdır, açdı, nəsə açdı feil kimi. Bir də açdır yazılıb açdı ismi kimi. 2, 6. Hə, bir də daddır dedik də, bu balda olmadı. Daddırmaq yazdıq. Daddı, nəysə yeməyi daddı feil kimi, həm də tələffüzü daddı. Bir də dadılı sifəti daddı kimi düşünə bilər. Bir də dediyi kimi bu daddırı 3 cür də düşünmək olar. Nəysə, doğru cavab nə qaldı? 2, 3, deməli 2, bir dənə təmizləyək. 2, 3, bir dənə 6. Hansı sözün yazılışı düzgündür? Bülletində 2 l-dır, kirpik doğrudur, pinqvində burada i olmur. Baryer deməli doğrudur, bəzəyən yox, bəzəyən 2, 4. Sonra keçirik neçənci testə? 25-ci testə. Cədvələ uyğun fikirlərimi. Mənsubiyyət şəkilçili söz isim deyil. Kəndimizin mərkəzində, deməli, kəndimizin mərkəzində mənsubiyyət şəkilçili söz. Mərkəzində i mənsubiyyətli isimdir. Sən bu dünyada gözəllərin gözəlisən. Gözəli, düzdür, öz gözəli, i. Deməli, biri 2-dir. Arif dəliyi tutdu. Burada bir şey yoxdur, bunda da yoxdur, bunda yoxdur. İsim mənsubiyyət şəkilçisi qəbul edib. Deməli, Ağdamım mənim. Başın nələr çəkdi sənin, Ağdamım. 4-dür, 2, 4. Sənin şəhərindən heç nə qalmayıb daha. Sənin şəhərin, öz şəhərin. 5. Onu öyrətdikləri, düzdür, mənsubiyyət var, amma öyrətdi feildir, ona görə getmir. Nə qalır? 2, 4, 5. Sonra deməli keçirik digər 26-ya. Təbiətşünaslıq sözünün tələffüzü. Təbiətşünaslıq necə olur? Ona baxağın. Tələffüzü olur təbiət şünas, deməli şünas, x. Çar samit tələffüzdə cingiltili samitə keçib, çar samit cingiltiliyə keçib, belə bir şey yoxdur. Sonra yazılışı ilə deməli bu yanlışdır. Yazışı ilə tələffüzü arasında yalnız 2 fərqli məqam var. Y, l-dır, ya çevrildi, x 3-dür, getdi. Ahəng qanuna tabe deyil. Düzdürmü? Ahəng qanuna tabe deyil. Ü ilə A. Bu doğrudur. Deməli 3-dür biri. Səs artımı baş verib, bəli, y var. Çar samitlərin sayı cingiltdən çoxdur. 1, 2, 3, 4, 5. Cingiltili 1, 2, 3, 4. Bu da doğrudur. Deməli 3, 4, 5. Doğru cavab 3, 4, 5. Sonra 27-ci sualımız nədir? Hə, uyğunluğu müəyyən edin. Mücərrəd isim qeyri-müəyyən halda deyil, konkret isim qeyri-müəyyən haldadır. Ağıllıların oxşarlığı, deməli ağıllı sözü ağıllıların oxşarlığı. Oxşarlıqdır. Təbii ki, burada ağıllı sifətdir. Bunu heç vaxt götürmərik. Ağıllı sifətdirsə, oxşarlıq sözü nədir? Ağıllıların oxşarlığı adlı xaldır. Oxşarlıq qeyri-müəyyəndir. Bizə də deyir ki, mücərrəd isim qeyri-müəyyən yerli halda deyil, doğrudur. Oxşarlığı adlı haldadır və mücərrəd isimdir. Ruhumun ən incə tellərini, ruhum da deməli mücərrəddir və hansı haldadır? Müəyyən yerli haldadır. Deməli, nədir? Qeyri-müəyyən deyil, ümumiyyətlə hal olaraq. Ya qeyri-müəyyən yerli olmasın və yaxud təsirli olmasın. Atası uşaqlarına kitab üzü almışdı. Konkret isim qeyri-müəyyən haldadır. Kitab üzü konkret isimdir, qeyri-müəyyəndir. C-dir. Kitabın səhifələrinin bəzisi cırılmışdı. Kitabın yiyəli idi, səhifələri deməli konkret isim qeyri-müəyyən yiyəli halda deyil. Kitabın konkret amma qeyri-müəyyən yiyəli halda deyil, getdi. Dolmaları hazırlayacaq aşpaz üzüm yarpağı
Üzüm sözü qeyri-müəyyənlik haldadır. Üstəgəl konkret isim qeyri-müəyyənlik haldadır. Doğrudur. Bu da nə getdi? E. 1-ə A, B, 2-yə E. Sonra 27-ni də izah etdi. Sonra nə var idi? Mətn var idi. Təbii ki, mətndən tanış olmalıyıq. Düzdür. Qaluşlu adamın sonu adlı mətindir. Mehman obraz haqqında doğru fikri seçin. Seçiminizi əzəb. Mənfəətpərəstdir, çünki xeyr. Qorxaqdır, xeyr. Nə seçərik? Ədalətlidir, çünki ədaləti qoruyub saxlamağa çalışırdı. Nöqtələrin yerinə uyğun söz yazın 29-da. Bunu yazıb əsaslandırırıq da mətndən. Nöqtələr harda idi burada? Bir dəqiqə. Deməli, nöqtələr, hə. Bizim böyük qanunu bu sabah, deməli, bura qoymalıyıq da, düzdür, bura. Kimi parlayan qüdsiyyət, yəni qanunun bu sabah günəşi kimi. Nə yaza bilərik? Günəşi. Günəşi kimi parlayan qüdsiyyətinə and içirəm ki, o nəfəsini dərindən dərdi. Qarşımdakı hər kim olsa da mənim barmaqlarımı titrətməyəcəkdir. Bura günəşi sözünü qoysaq olar. Nöqtəyə yerinə uyğun söz. Üzərində rəqəm yazılmış ifadələrin kontekstə görə izah edin. Dili ağzı qurudu, yəni nə yazmaq olar buna? Nitqi tutuldu, danışa bilmədi bu mənada. Nitqi tutuldu, nə istəyir ki? Mənasını izah edib yazın, nitqi tutuldu. Sonra günəşin bu adamın izi ilə ləpiri olar da, ləpiri. Onu yazmaq olar. Sonra üçüncü söz nə idi? Deməli deyir ki, doğruya zaval olmadığı kimi əyriyə də aman olmayacaqdır. Aman yerinə nə yazmaq olar? İmkan olmayacaqdır. Bu qədər.